İşarət dili 4 kanalda tətbiq ediləcək. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası qanununa əlavə edilən 12.1-ci maddəyə əsasən televiziyalarda işarət dilinin tətbiqi yalnız dövlət büdcəsi hesabına maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları üçün nəzərdə tutulub. Məlumatı Audiovizual Şuranın kommunikasiya sektorunun müdiri Talih Quliyev verib. O qeyd edib ki, bu kateqoriyaya Azərbaycan televiziya və radio verilişləri qapalı Səhmdar Cəmiyyətinin 3 redaksiyası, AzTV, İdman TV və Mədəniyyət TV, həmçinin İctimai Televiziya və Radio Yayımları şirkətinin redaksiyası aiddir. Bu əlavə prime time zamanı həftə içi saat 19:00-dan 23:00-a, həftə sonu və qeyri-iş günləri saat 17:00-23:00 aralığında təqdim edilən informasiya proqramlarını, xəbər buraxılışlarını əhatə edir və digər janrda olan proqramlara şamil edilmir. Talih Quliyev bildirib ki, öhdəliyi olan yayımçıların mütəmadi monitorinqləri də Şura tərəfindən aparılacaq. Özəl yayımçıların qanundakı son dəyişikliklərlə bağlı konkret öhdəliyi yoxdur. Amma onların bu prosesə cəlb olunması arzu olunandır deyə Audiovizual Şuranın kommunikasiya sektorunun müdiri vurğulayıb.